Kreml isə Moskvada müvəqqəti məhdudiyyətlər və qadağalar tətbiq edib. Belə ki, bayram günlərində Moskvanın mərkəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılacaq, internetə çıxış bloklanacaq, ümumilikdə rabitə sistemi söndürüləcək. Həmçinin Ukrayna dronlarının davamlı hücumları ilə əlaqədar paytaxtın əsas hava limanlarına uçuşlar məhdudlaşdırılıb. Moskvalıları və Rusiya paytaxtına gələn qonaqları gözləyən məhdudiyyətlər haqqında Rusiyadakı xüsusi müxbirimiz Fərid Əkbərovun hazırladığı reportajı təqdim edirik. Moskvada 2-ci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illiyi ilə bağlı tədbirlər keçirilir. Artıq bir neçə gündür ki, bu tədbirlərə start verilib. Sabah isə əsas tədbir qələbənin 80 illiyi ilə bağlı Qırmızı Meydanda qələbə paradı keçiriləcək. Kremlin açıqladığı məlumata görə artıq 27 ölkənin başçısı qələbə paradında iştirak ilə bağlı Moskvaya səfər edəcəklərini təsdiqləyiblər. Artıq onlardan bir neçəsi artıq Moskvadadır. Xüsusi akreditasiya kartı olan jurnalistlər ancaq bu paytaxtın bu hissəsinə, yəni Kremlin qarşısındakı manej meydanına buraxılır. Burada həm də jurnalistlər üçün, həm yerli, həm də xarici jurnalistlər üçün gördüyünüz manej mərkəzində pres mərkəz açılıb. Kreml ətrafında yüksək səviyyəli gücləndirilmiş tədbirlər həyata keçirilir. Kremlin qarşısındakı bütün meydanlar, o cümlədən mənim arxamda gördüyünüz Aleksandr meydanı da dəmir barmaqlıqlarla hasara alınıb. Sabahdan etibarən paradda iştirak edəcək ağır hərbi texnikanın hərəkətinə əlaqədar bu küçədə bütün demək olar ki, hərəkət məhdudlaşdırılacaq və küçə boyunca bayaq göstərdiyim dəmir barmaqlıqlar quraşdırılacaq. Xarici dövlətlərin başçılarının kortejlərini müşahidə edirik və onların müşahidə edən təhlükəsizlik orqanlarının avtomobilləri hal-hazırda Tver küçəsi boyunca düzülüb. 9 may günü təkcə Qırmızı Meydanda deyil, onun ətrafındakı meydanlarda da hərbi texnikalar nümayiş olunacaq. Manej meydanında artıq məşhur T-34 tankı, top və Katyusha artilleriya qurğusu, səhra artilleriya qurğusu Bakıda istehsal olunub, Azərbaycanda istehsal olunub və 2-ci Dünya müharibəsində faşizm üzərində qələbədə Sovet ordusunun qələbəsində çox mühüm rol oynayıb və 2-ci Dünya müharibəsinin əfsanəvi silahlarından birinə çevrilib. Sabahki parad və digər tədbirlərlə əlaqədar Moskvanın mərkəzi küçələrində və bütün paytaxt ərazisində məhdudlaşdırıcı tədbirlər planlaşdırılır. Kreml ətrafında parad zamanı və paraddan əvvəl və paraddan sonra bir neçə saatlıq ümumiyyətlə bu ərazidə bütün internetə çıxışı dayandıracaqlar, bloklayacaqlar. Ümumiyyətlə bütün rabitə əlaqəsinin bloklanacağı gözlənilir. Artıq bu barədə Rusiya hakimiyyəti, xüsusilə də paytaxt hakimiyyəti Moskva sakinlərinə xəbərdarlıq edib. Kreml rəsmiləri bunun Moskvada səfərdə olan xarici ölkə başçılarının tədbirlərdə iştirakı ilə əlaqələndirirlər və Ukraynanın həmin dövrdə Moskva ərazisinə pilotsuz uçuş aparatlarının hücumları ilə əlaqələndirirlər. Rusiya Daxili İşlər Nazirliyi mayın 9-da paytaxtda keçiriləcək bayram tədbirləri zamanı ictimai asayişi təmin etmək üçün mövcud şəxsi heyətin 100%-ni səfərbər etməyi planlaşdırır. Federal Təhlükəsizlik və Federal Mühafizə Xidmətlərinin təhlükəsizlik qüvvələrinin tamamilə kazarma rejiminə keçdiyi bildirilir. Fərid Əkbərov, İTV Xəbər, Moskva.